Dostlar, hər birinizi yenidən kanaldan salamlayıram. Demək olar ki, 4 aydır video buraxılışımız yoxdur. Hamısının səbəbi isə bu son 4 ay ərzində bizim fikrimiz, gözümüz yeni açılmış Fitmalldadır. Onun səbəbindən tam rejimlə davam edə bilmirdim. Məşqlərimi, qidamı bazarın qədər saxlayırdım. Məşqlərimin intensivliyini azaltmışdım. Çünki inkişaf etmək çox çətin idi. Biraz stres var idi. İndi isə bütün işlər yerinə düşəndən sonra artıq yenidən 100%lik rejimə davam edə bilərəm və video çəkişlərimizdə davam elətdirə bilərəm. Məşqlərimiz isə qaldığı yerdən davam edir. Bugün kürək məşqim olacaq və məşqdən öncə bare knuckle və blue sport yalnız pump üçün. Demək olar ki, son 3 ayda kafein tərkibli bir energetik istifadə eləmirəm. Nədənsə son zamanlarda heç də yaxşı təsir etmir. Biraz təzyiqim qalxır və baş ağrılar olur. Onun səbəbindən bu son 3 ayda mən kafein tərkibli energetik istifadə eləmirəm. Yarım scoop bare knuckle istifadə edəcəm. Yarım scoop isə blue sport sırf fokus üçün, pump üçün və isimləmi artıq eləmişəm və kürək məşqinə başlayacağıq. Əvvəlki videolardan da qeyd etmişdim. Kürək məşqini mən 2 yerə bölürəm, enliliyi və qalınlığı. Bugünkü məşqimiz isə kürəyin qalınlığı olacaq və sonda isə 3 hərəkət biceps işləyəcəm. Mən bunları hazırlayım üçün artıq isinmişəm və məşqimizə başlayaq. Məşq zamanı isə fikirlərimi, texnikanı tam bazarın belə izah edəcəm, bölüşəcəm sizinlə. Yarım scoop bare knuckle. Və yarım scoop isə flat sport. Məşqdən bir 5-10 dəqiqə qabaq istifadə edirəm. Məşq zamanı istifadə elədiyim əlavələr isə artıq burada hazırlamışam. 5 qram kreatin, 2 qram Himalay duzu, 15 qram BCA və 70 qram siklik dekstrin. Bunu isə məşqin sonuna qədər mən içirəm. Və qeyd etmək istəyirəm ki, mən istifadə elədiyim bütün bu əlavələri siz Fitmall'un vitamin barında əldə edə bilərsiniz. Başlayaq, isinməni bitirdim. Birinci hərəkətim lat pull-down olacaq. Kürəyin qalınlığı olsa da birinci hərəkət elə mən enlilik üçün edirəm. Tam isitmək üçün, sonra isə növbəti hərəkətlərim qalınlıq üçün olacaq. Toplam 5 hərəkət işləyəcəm və bayaq dediyim kimi də sonda 3 hərəkət biceps olacaq. Birinci setlər isinmə, toplam burada 5 set eləyəcəm, 2 isinmə olacaqdır. 3 ya da 2 işlə, indi baxacam necə getdi. Birinci set 20 dəfə, sonra isə sayılar azalacam, çəkin isə qaldıracam. 40-la başlayacam. Bazarın qədər tam elini tutuşduram, latları tam qoşmaq üçün. Mən başlayayım artıq, siz də baxarsınız. Super. Birinci setlərdə, isinmə setlərində tələsmək lazım deyil çəkilə, yəni elə çəki seçin ki 15-20 arası edə biləsiniz. Tam adaptiv olsun, əzələni yaxşı hiss edə biləsiniz. Maksimum işləmə lazım deyil, onlar sonuncu setlərdə, işlə setlərdə lazımdır. Fasilən isə 1 dəqiqə yarım maksimum verəcəm. İsinmə setlər arası. 40-dan qaldıracam 55-ə. Fasilə və yerindən başlayacam, ikinci isə 15 dəfə olacaq. Və çalışın setlər arası kürək məşqində ya da başqa bir əzələ olsa, setlər arası hər bir əzələni çox yaxşı streç eləyin. Qanla dolmayan hissələri daha yaxşı qanla doldurasınız və hərəkətin amplitudasında artıq yaxşı hiss edə biləsiniz. Bunun üçün sırf streç eləməyiniz çox vacibdir. İndi göstərəcəm kürəyə dartmasını. Fərq etmir, haradasa tuta bilərsiniz və özünüzü arxaya doğru itələyirsiniz. Latları yaxşı dartmaq üçün. Birinci hərəkətlərin set tərəfləri, bunları etməyiniz çox yaxşı olar. Bayaq da dediyim kimi, qanla dolmayan hissələri çox yaxşı qanla doldurasınız, pumpınız və hərəkətin amplitudası da daha yaxşı olacaq. Eyvallah. Bu hərəkətli yerinə yetirəndə çalışın. Buraxanda tam maksimum streç eləsiniz, qabağa eləsiniz. Tam latları qoşmaq üçün. Çəkəndə isə cüzi arxaya əlib daha yaxşı fiks etməyiniz bəs edər. Tez çəkirsiniz və tez buraxırsınız. Yavaş buraxmağa ehtiyac yoxdur, çünki
Siz bunu nə qədər yavaş buraxsanız, burada negativ faza artıq bir şeydir. Bağların, vətərlərin hesabına buraxmış olacaqsınız. Çəkəndə yarım saniyə pauza vermeniz bəs edər. Buraxanda ehtiyac yoxdur. Yavaş buraxasınız. Vertikal və qorizontal dartmalarda. Çünki artıq yüz kürəkdə qalmayacaq. Bisepsdə və vətərlərdə. Mənim isə fasiləm tamam oldu. Yenə ikinci də adaptiv isinmə seti olacaq. Sayını 15 eləyəcəm. Tam diqqətlə baxasınız, streç etməyinizi nəyə nəzərdə durdum. Tam bu yuxarı buraxanda çalışın, qollarınızı tam axına qədər buraxın, tam boşalsın. Əla. Düşünürəm artıq işlə setləri kesmək olar. 55-dən qalırsam 75-ə işlə set olsun deyə. Sayı da çalışacağım 12-dən aşağı olmasın. Yenə 1 dəqiqə fasilə, setlər arası kürəyi maksimum streç. Düşünürəm 2 isinmə etdim, 2 adaptiv, 2 də işlə etsəm bəs edər. Videonun əvvəlində 5 qeyd etmişdim, amma düşünürəm total 2 işlə set tam bəs edəcək mənə. Təbii ki, bundan sonra da biraz qaldıracağım. Baxın, bunu necə edirəm, 12-də çatanda necə olur. Yəqin ki, 85-90 edərəm ki, say ondan aşağı düşməsin. Əla, tam 12-də dirəndi. Yalan deməyim, 12-də dirənmədi. Biraz da yerim var, artıracağım. 75-də yəqin ki 90 qoyaram və 10-12 arası edərəm. Kürək məşqində bir xırda bir nüans var. Bunu sizinlə bölüşəcəm. Mütləq öz kürək məşqinizdə yoxlayın. Rəylərdə fikirlərinizi bildirərsiniz. Nüans ondan ibarətdir ki, tutuşu necə tutmalıyam ki, işlədiyim zaman biləyin və bisepsim daha az yüklənsin. Baxın, Alp zəhmət olmasa yaxın gələrsən. Önəmli yoxdur, yaxın tutdunuz və aralı tutdunuz. Ovzunuzun iç hissəsindən tutacağı tutsanız daha yaxşı olar. Onda biceps və sizin biləyiniz daha az yüklənəcək. Baxın, yəni bu vəziyyətdə saxlamaq lazım deyil. Çünki ağır çəkilərdə güc artıq sizin bu barmaqların üzərində qalacaq. Siz nə qədər ki, ovzunuzu qaldırıb üst hissəyə qoysanız və biləyinizi bu vəziyyətdə fırlatsanız, bir o qədər latları daha yaxşı qoşacaqsınız, həm də bisepsiniz daha az yüklənəcək. Çünki barmağın hesabında saxlamamısınız çəkdiyiniz çəkini. Mütləq bu nüansı kürək məşqində yoxlayın və rəylərinizi bildirməyi unutmayın. Bu belə bir professionallardan belə bir təcrübə olsun sizin üçün, yoxlayın. Effektini də görəcəksiniz. Mənim isə istirahət vaxtım bitdi. Sonuncu işlə set olacaq. 90-a qoymuşam, indi baxın 10-12 edəcəm sayını. Başlayaq. Və birinci hərəkəti yekunlaşdırdım. Cəmi kürək məşqinin qalınlığında bir hərəkət lat pull down işləyirəm. Sırf latları da isinmək üçün. 4 set toplam bunun ikisi isinmə oldu, ikisi isə işlə setlər və artıq kəsə bilərəm növbəti hərəkətə. Növbəti hərəkətlər isə artıq kürəyin qalınlığı üçün olacaq. Hərəkət isə seated row olacaq hammerdə. Yəni oturmuş vəziyyətdə tək-tək dartacağım. Tək-tək çünki daha yaxşı hiss edirəm, daha yaxşı adaptasiya oluram. Dincəlmişəm, artıq kesib başlaya bilərik. Artıq başlayayım ikinci hərəkətə. İkinci hərəkətimlə bayaq da qeyd etdim. Seated row olacaq, tək-tək işləyirəm. Çünki tək-tək olan hərəkətləri daha yaxşı hiss edirəm. Əvvəlki videolarda qeyd etmişdim. Burada da bir neçə nüanslar var. Bu skameykadan çox şey asılıdır. Siz skameykanı nə qədər aşağı qoysanız, dartdığınız zaman bir o qədər kürəyin yuxarı hissəsi daha çox qoşulacaq. Yox, əgər siz skameykanı yuxarı qaldırmışsınızsa,
və tozağı dartırsa kürəyimizin aşağı hissəsi qoşulacaqdır. Bu da bir xırda nüansdır, bu da hamı üçün uyğun deyil. Özünüzə obyektiv qiymət verməlisiniz və ona uyğun proqramınızı qurmalısınız. Məndə kürəyin aşağı hissəsi zəif olduğu üçün mən skameykanı bazarını bir yuxarı qaldıracağım ki, məhz elə alt hissəni yükləyim. Birinci set adaptiv olacaq, çox artırmamışam, hər tərəfə 2-dən 20. Toplam 4 set olacaq. Bir də aktiv, sonra isə artıram, artıq 3 dənə də işlək olacaq. Sayılar isə isinmə setlərində 15-20 arası, işlək ikisində isə 8-12 arası. İndi sonuncu setdən təbii ki, tükəniş olacaq. Orada 8 ola bilər, 7 ola bilər, önəmli deyil. Əsas orada maksimum gərginlik olsun kürəyə. Oba! Normal nə dedim, hə deyəsin, Arif. Baxın dostlar, skameykamı yuxarı qoymuşam. Tozağı isə maksimum yuxarı hissədən tutacağım. Və siz çəkdiyiniz zaman sizin tozağınız bu hissəyə qədər gəlirsə, demək siz kürəyinizi aşağısını daha çox yükləyirsiniz. Yəni skameykanı ona uyğun tənzimləyin. Burada da bayaq qeyd etdiyim kimi bu nüans, çünki ovzumun içində saxlasam, ləmkaya da ehtiyac olmaz, həm də bir səsin daha az yüklənər. Və dartdığım zaman çiyin hissəni diqqətlə fikir versəniz, rotasiya edirəm. Kürəyin aşağısını daha yaxşı qoşmaq üçün. Bu vəziyyətdə saxlamayın. Onda siz daha çox çiyin aşağısı və trapesləri, rondları qoşmuş olacaqsınız. Çiyinizi mütləq rotasiya edin. Dirsəniz bədənə yaxın olmalıdır. O zaman kürəyin aşağısı daha yaxşı yüklənəcək. Maksimum streç edirəm. Yarım saniyə pauza. Yavaş buraxmağa ehtiyac yoxdur. Çünki bisepsin hesabına buraxmış olacaqsınız. Çiyinə mütləq fikir verin. Bir vəziyyətdə saxlayıram, boşaltmaq lazım deyil. Tam rotasiya və hərəkətin sonuna qədər bu vəziyyət. Son çəkimlərdə qeyd etmişdim ki, bu ilin sonunda yaşa çıxacam. Bəzi səbəblərə görə, səbəblər də gizli deyil deyə bilərəm, formam tam hazır olmadığı üçün müəllimimlə məsləhətləşdik ki, növbəti ilin mart-aprel ayında bir yarış seçək. O da inşallah hər şey qaydasında olsa, maddi bir problem olmasa, elə yamkalarından da görə bilərsiniz. Amerikada planlamışam yarışımı. Çünki mənim kateqoriyamın çəki limiti 109 kilodur. Mən isə o biri zalda olanda birinci filialda 115 ilə gəlmişdi bura. Son 3 ayda 110-a düşdüm. Çünki biraz stres, məşqimin saatları oynadı. Yeməyin vaxtı bəzən çatdırmırdım yeməyə və bu zala köçəndən sonra 110-a düşmüşdüm. Tam 5 kilo itirdim. Son 3 həftə dolar başlamışam çəki-yığma dönəminə, bulkingə. Tam özümü fokusunu vermişəm bura. 3 kilo qaldırmışam 3 həftə ərzində, hər həftə 1 kilo. Düşünürəm 120-122-yə qədər qaldıraq seçini, sonra isə bir yarış seçərəm. O da hardasa mart-aprel ayına düşəcək. Bak dövrünü fevralın sonuna qədər düşünmüşəm. Hər şey qaydasında olsa, təmiz əzlə kütləsi yığandan sonra bir yarış seçsəm. Daha doğrusu 2-3 yarış. Birini mütləq istəyirəm Amerikaya salım. Çünki orada daha çox sevilir bu iş. Daha çox diqqət çəkə bilərəm. Həm daha güclü atletlərlə bir çıxış etsəm, o mənim üçün daha çox faydalı olar. Səhifələr tanıyar, hakimlər tanıyar. Media cəhətdən çox kömək olmuş olar mən Amerikada bir yarış seçsəm. Görək hələ ki işləyirik, görək hara qədər davam edəcəm. Bak dövrü davam edir, tam tərəzidə 120 kilo minimum görməliyəm. Bir set adaptiv bitdi, artıq ikinci setə başlaya bilərəm. Çəkini artırmışam, say 12-15 arası eləyəcəm yenə. Yamkalardan istifadə edəcəm. Başlayaq. Mütləq çiyini bu vəziyyətdə etməyin, içəriyə doğru rotasiya eləyin. Dostlar, ikinci işlək seti bitirdim, sonuncu qaldı. İndi biraz fasilə verirəm, fasilə bitənə qədər də hazırlıq dövründən biraz danışmaq istəyirəm. Hazırda necə qidalanıram, kardion nə qədər edirəm və məşq planım necədir. Həftə 2 dəfə kürək işləyirəm, 2 dəfə ayaq. Deməli, bir böyük zələ, bir balaca zələ, kürək gəlir məndə, sonra kürəkdən sonra sinə, quadrisepslər, bir gün fasilə, sonra yenidən kürək, artıq kürəyin yeniliyini çalışıram.
çiyin və ayağın arxa hissəsi və bu böyük əzələlərin yanında da triceps və biceps var. Onlar da həftə 2 dəfə düşür. Cəmi bir fasilə, 3 məşq arda-arda. Kardiolarım isə istirahət günlərində 30 dəqiqə kardio edirəm. Elə evdə velotrenajörüm var. Məşq günləri isə 20 dəqiqə velotrenajör, amma intensiv. Yəni səhər yeməyinə qədər biraz cipsi təradıram ki, iştahım olsun səhər yeməyini yeməyə. Çünki səhər yeməyi boldur, karbohidrat da çoxdur, zülal da çoxdur və kardio eləmədən onu biraz oturub yeməyə çox çətin gəlir mənə. Ona görə həftənin məşq olan günləri 20 dəqiqə intensiv velotrenajör edirəm. İstirahət günlərində isə 30 dəqiqə. Qidalanmada artım olubdur. Son 3 həftədə karbohidratı çox qaldırmışam və yükləmə günlərimdə var. Kürək məşqlərinin günün sonunda cheat meal edirəm 1500 kalorilik, o da elə 200 burger edir. Yəni həftənin 2 günü məndə yükləmə günü. O da yalnız kürək məşqinə düşür. Həm kürək məşqdə karbohidrat çoxdur, həm də sonuncu yeməkdən sonra məndə 1500 kalorilik bir cheat meal gəlir. O da çox zamanlar elə burger yeyirəm. Çünki başqa bir kalorili bir şey tanımıram. Ya da siz tanıyırsınızsa deyin. Sonuncu seti də tam tükəniş edəcəm. Görüm nə qədər gedir. Bayaqdan 12 eləmişdim. Başlayaq. Maksimum stretch və çəkəndə yarım saniyə pauza. Çiyin də rotasiya etməyi unutmayın. Dirsəklər də tam bədənə yapışır. Eyvallah. İkinci hərəkəti bitirdim. Toplam 4 set, bunlardan biri isinmə oldu. 3 isə işlək. Növbədə hərəkətim, 3-cü hərəkətim barbell row olacaq. Daha doğrusu T-bar row. Onu da çox bəyənirəm. Çünki Life Fitness-indir. Bizim birinci filialda Fitch'də olan T-bar row texnoloji idi və sinəni çox sıxırdı. Tam yapışdıra bilmirdin. Tam yaxşı nəfəs ala bilmirdin. Sinənin qabırğalarını çox sıxırdı. Bu T-bar row isə düzdür. Platforması yoxdur söykənməyə. Amma biomexanikası əladır. Hammer Strength, Life Fitness fikrimcə çox əla bir trenajörlardır. Çox yaxşı hiss elətdirir. Baxın elə məhz bu T-bar row'dan danışıram. Sinə üçün platforma yoxdur, amma biomexanikası çox yaxşıdır. Qısaca deyəcəm, uzatmayacağım. Gördüyünüz kimi həm buradan daş taxmaq olur, həm də bu hissədən. Onun fərqi ondan ibarətdir ki, mən daşları qabağa taxanda hərəkətə başladığım zaman trayektoriyanın alt hissəsində güc daha çox düşür kürəyə, yuxarı hissədə isə biraz yumşalır, yəni naquşqa azalır. T-bar row'un arxa hissəsinə qoyanda bu hissədə çəkdiyim zaman trayektoriya, yəni alt hissədə yüngülləşir, yuxarıya çatanda isə tam kürəyi fiks eləyəndə ağırlaşır. Yəni setarasiyam, tənci nəfəsəm çalışdım, başa salım hər birinizə. Yəni fərq ondadır yalnız. Həm buradan çək taxmaq olur, həm də buradan kürəyin fərqli yerlərini yükləmək üçün. Birinci set çox qoymamışam, 30 kilo aralı tuşla eləyəcəm kürəyin üst hissəsini yükləmək üçün. Adaptiv sonra isə qaldıracam və yəqin ki 2 ya da 3 işlə setlər olacaq. Başlayım. Burada da bacardığım qədər yerə paralel duracam. Kürəyin ortasını daha çox yükləməyə. Yəni bu hissədə durmaq lazım deyil. O zaman sizin kürəyinizin bir hissəsi yüklənməyəcək, yalnız trapeslər yüklənəcək. Çalışın. Rowlar işlədiyin zaman yerə tam paralel durun. Kürəyiniz tam gərgin qalsın. Başlayaq. Eyvallah, adaptiv seti bitirdim, 15 oldu. Çox güman elə sizin zalınızda belə bir T-bar row olmayacaq. Olsa belə bir tərəfini çəki taxa biləcəksiniz. Yenə də o da effektivdir. Sadəcə demək istəyirəm ki, bu Hammer Strength'in düşündüyü biomexanika kürəyin fərqli hissələrini yükləyə bilir. Allah, düşündüyümdən daha yaxşı getdi. Ona görə üstünə bir dənə 20 artırmaq olar.
Bazardığım qədər artırdım. Görək nə qədər gedəcək. Çalışacağım ondan aşağı düşməsin. Yəni çəki çoxdur. Biraz tarazlığı saxlamaq çətindir. Başlayaq. Davay, gedəcək. Ey Allah. Elə drop set eləyəcəm. Bir də mənfi cəhəti bu hərəkətin çəkini çox qoyanda tarazlığı saxlamaq çətindir. Bir dənə sevmədiyim cəhət odur. Çünki adamı qabağa itələyir. Fokus biraz sürətdən itir. Düşünürsən ki, necə eləyəsən ki, qabağa yıxılmayasan. Amma pis deyildi. Drop set oldu. Toplam 3 set. 2 işləy etdim. Sonuncu da gördüyünüz kimi drop set. Növbəti 4-cü hərəkətim low row. Burada da elə 2-ci hərəkətdə seated tək-tək rowda olan nüans var. Skameyka nüansı. Siz oturacağı nə qədər çox qaldırsanız və aşağı salsanız, bir o qədər kürəyə düşən yük dəyişir. Mən də bayaq qeyd etdiyim kimi kürəyimin üst hissəsini burada yükləyəcəm. Ona görə mənim skameykam alt hissədədir. Yəni diqqətlə baxsanız, mən burada nə qədər aşağıda otursam, bir o qədər qollarım yuxarıya doğru dartılacaq və onda kürəyin hissəsi yüklənəcək. Yox, əgər mən skameykanı aşağı edib dartsam, mənim tutacağım, yəni yumruqlarım bu hissəyə dartılacaqsa, əgər çanaq sümüyə yaxın, o zaman kürəyimin aşağı hissəsi yüklənəcək. Mən isə hazırda bunu edirəm. Yəni mənə kürəyin yuxarı hissəsi lazımdır deyə mən skameykanı qaldırmışam və qollarım bu istiqamətdə qalxacaq. Yəni kürəyin üst hissəsi yüklənəcək. Çəki çox qoymamışam, elə qoymuşam ki 12-15 arası olsun. Toplam 3 set eləyəcəm. Birincisi adaptiv, 2 setdə işləy olacaq. Baxın izləyicilər, mən skameykanı yuxarı qaldırmışam və mən çəkəndə qollarım yuxarı qalxır. O zaman mənim kürəyimin yuxarı hissəsi qoşulacaq. Tam stretch edirəm. Ümumiyyətlə tək burada yox. Digər kürə hərəkətlərində işləyəndə çalışın, amplitudunu maksimum edin. Siz nə qədər çox dartsanız, bir o qədər kürəyə streç olacaq, daha çox əzələ qoşulacaq və daha yaxşı pump olacaqsınız. Yəni tam 100%'lik amplituduna çalışın. Bazardığın qızları dartın, yuxarıda isə yarım saniyə fix edin. Yəqin ki, ən çox maraqlandıran suallardan biri olacaq ki, bəs biz də kürəyə 2 dəfə işləyək. Cavabım yox olar, çünki siz profesional deyilsiniz. Kürəyi həftə bir dəfə, 5 gündən bir salsanız tam bəs edər. Qalınlığa enliliyi ayırmaq lazım deyil, elə bir məşqdə həm qalınlıq hissəsini, həm də enlilik hissəsini salın mütləq. Toplam 5-6 hərəkət çalışırsınız. Bunlardan birinci həftə 3-ünü salın, misal üçün enlilik, 2-si olsun qalınlıq. Növbəti həftə isə bunların sayını dəyişin. Yəni həm qalınlığı, həm də enliliyi bir məşqə birləşdirsəniz sizə tam bəs edər. Yəni professionalların məşqlərini təşkil lazım deyil. Düzdür, biz burada praktikanı bölüşüb edirik. Düzdür, mən burada öz təcrübəmi bölüşürəm, öz yarış hazırlıqlarımı çəkib edirəm. Yəni bunu tam 100%'de təşkil lazım deyil. Baxın, özünüz üçün uyğun olanları seçin və mütləq məşqlərinizdə onu qatın, istifadə eləyin. Əmin olun ki, faydasını görəcəksiniz. Mən də bazarın qədər çəkirəm, paylaşıram. İnformativ olsun, bir faydası olsun. Bunu da yekunlaşdırdım. Sonuncu hərəkət qaldı kürək üçün. Onu da keçək. Biraz fasilə verim. Kantellərlə çalışacağım. Sonra isə 3 hərəkət biceps olacaq. Kürək isə sonuncu hərəkətlər dambalardan işləyəcəm kantellərlə. Burada da maksimal dərəcədə skameykadan kənara çıxıram. Tam yaxşı streç etməyim üçün
Qaldıranda isə qollarımı paralel saxlayacağam. Yəni içəriyə doğru yox, kənarlara doğru. Kürəyin tam hissəsini qoşmaq üçün. Həm çiyin arxası qoşulur, həm trapezlər, həm də kürəyin biraz qalınlıq hissəsini qoşacağam. Allah, elə 12 doldu. Birinci setdən tam uyğun çəki seçdim. Gördüyünüz kimi qollarımı paralel saxlayıram və çəkəndə aralamaq lazımdır ki, çiyin arxasına qoşulsun. Yəni ümumi kürəyin üst hissəsinin qalınlığı qoşulur. Həm trapezlər, həm çiyin arxası, həm də kürəyin əzələləri. Toplam elə yəqin ki 4 set eləyərəm. Bunu adaptiv saymayır, çünki sonuncu hərəkətdir. Artıq işlər oldu, çünki 12-də dirəndim. Sonuncu set işləyəcəm və nəhayət ki, kürək məşqi bitəcək. Həftəyə ən ağır günlərindən biridir. Mənim üçün bir kvadriceps məşqi. Çünki çox yorulursan, enerji sərf edirsən. Əyala getdi. Kürək məşqin sonuna çatdım. Toplam 5 hərəkət oldu. Biri latlar üçün, 4-ü isə kürəyin qalınlığı və artıq bisepsə keçmək olar. Toplam 3 hərəkət eləyəcəm və aksenti daha çox bisepsin piki üçün verəcəm. Onu da göstərəcəm, bölüşəcəm. Yəni double biceps pozasında bisepsin pik hissəsi daha yaxşı seçilsin. Bu pozada ola bilər hardasa 4-5 ay olar o hissəyə, yəni bisepsin pikinə üstünlük verən və inkişaf elətdirən hərəkətləri işləyirəm və inanın effektini həqiqətən görürəm. İndi ona görə də elə yalnız bisepsin piki üçün olan hərəkətləri işləyəcəm. Son 3 ay olduğu kimi. Və birinci biceps hərəkətim isə sadə cable-da biceps curl olacaq. Burada da toplam 4 set eləyəcəm. Biri adaptiv, 3 isə işlək. Yuxarı fazada isə 1 saniyə fiks eləyəcəm. Pik vəziyyətini daha yaxşı ənlə doldurmaq üçün. İndi texnikaya baxarsınız, çox sadədir hər şey. Dirsələriniz sabit qalır. Qaldıranda çiyninizi qoşmursunuz. Yalnız bicepsin hesabına qatdalayırsınız. İsinmə seti 17 yarıma qoymuşam, 15 dəfə edəcəm. Adaptasiya olsun bisepslər. Çox sadə, hamının bildiyi hərəkət. Dirsələr sabit qalır. Burada da çox dicəlməyə ehtiyac yoxdur. Çünki bisepsin birinci hərəkətdə yorulmamışam. 25-ə qoyacam. Biraz fasilə və növbəti set 12 dəfə. Çalışıram birinci, ikinci setlərdə çox ağırla işləməyim. Üçüncü, dördüncü setə güc qalsın. Yəni birinci setdən ağır qoysam, artıq üçüncü setdə məhv olacaq bisepslər. Ona görə 1-2 set adaptiv, sonra artıq isə yaxşı yükləyib bisepsi yükləmək olar. Və üçüncü setim yaxşı artırmışam. Görək 10-12 eləsəm əladır. Tam yükləyim üçüncü setdə. Başlayaq. Çox danışmağa ehtiyac yoxdur, işləmək lazımdır. Getdik. Əla,
biraz da yüz var. Ona görə artıracağım sonuncu seti. Elə qoyum 40'ı. 8-10 eləsəm əladır. Tam tükənci set olsun. Çox yaxşı getdi. 10 olmasa da 8, amma əsas odur tükəniş seti oldu. Biraz incəlim, növbəti hərəkət artıq qantelli olacaq, tək işləyəcəm. Məsələ orada bisepsin pik hissəsini yükləyəcəm. Bayıq ilə bisepsin piki üçün dediyim hərəkət məsələ onlardan biri budur. Sadə biceps curl, sadəcə burada çalışmaq lazımdır. Yuxarıda yarım saniyə pauza verin və sizin dirsəyiniz, çiyniniz oynamasın. Çünki çiyninizi qoşsanız avtomatik sizin bisepsin uzun başlığı qoşulacaq. Burada isə məqsəd bizim bisepsin pikini yükləməkdir. Ona görə çiyni tərpətməyin, qısa başlıq işləməlidir. Çiyninizi tərpətsəniz uzun başlıq işləyəcək. Baxarsınız diqqətlə, məqsəd ağır səki deyil, əsas odur yuxarıda fiks eləyəsiniz və tam aşağı stretch etmək lazımdır. Bir çoxlarınız əminəm ki, çəki götürəndə düzgün seçmirsiniz və məqsəd sadəcə bunu nə cür olur olsun, sadəcə qatdalayın, bu bəs eləyir. Çalışın, orta çəki götürün, çiyniniz tərpənməsin və yaxşı fokuslanıb bicepsinizin pikini yükləyə biləsiniz. Yəni, bunlar artıq şeylərdir, yəni, bu sizə heç nə verməyəcək. Bu yalnız sizin məşqinizdə egovuzu yüklədəcək, amma bisepsiniz elə də yaxşı inkişaf eləməyəcək. Ona görə elə çəki götürün, normal işləyə biləsiniz. Mən sizə başlayayım ikinci ələ. Super. Toplam 3 set elədim. Elə birinci, ikinci set çəkmədik, sonuncu setə çəkmək qərarına gəldik. Çünki yaddaşımız da azdı kamerada. Bir hərəkət səhəmə qaldı, o da cable-da işləyəcəm tək-tək. Biraz incəlim keçək, o da bicepsin pik hissəsi üçündür. Və beləliklə bugünkü məşqimizi yekunlaşdıracağıq. Və bicepsin sonuncu üçüncü hərəkəti, bunu da pik üçün işləyirəm. Bayaq olduğu kimi. Maksimum dərəcədə qaldırmışam, cable-da çalışacağım. Göstərən bir neçə nüansları. Çalışın işlədiyiniz zaman dirsəyiniz stabil qalsın, yəni çəkən zaman dirsək oynayıb etməsin. İlk istiqamətdə saxladınız. Burada yarım saniyə pauza və yavaş buraxırsınız. Dirsəyiniz stabil qalsın. Ən əsas məqamlardan biri. İkincisi isə burada pik vəziyyətdə sıxıb saxlamağınızdır. Dostlar, və beləliklə bugünkü məşqimdə yekunlaşdırdım. Kürək və biceps. Nəhayət ki, 3 aydan 4 aydan sonra bir vaxt tapa bildim. Rahat həm rejimimə qayıtdım, həm də YouTube proyektimi yeniləyə bildim. Biceps toplam 3 hərəkət tam bəs edir. İstər yəni professional atlet olduğunuz ya da həvəskar, 3 hərəkət tam bəs edir. Tricepsə 4 ya da 3 eləyə bilərsiniz. Bir daha izlədiyiniz üçün çox sağ olun. Dəstəyiniz çox vacibdir. Son videonun altında yazıb soruşurdunuz. Növbəti çəkilişlərdə vaxt olacaq. Nəhayət ki oldu, zaman tapa bildim. Rahat bir çəkim edə bildik. Kamera arxasında dostum Alp sağ olsun. Hər zaman dəstək olur. Bütün çəkilişlərlə məhz bir yerdə başlamışıq, planlamışıq. İzlədiyiniz üçün çox sağ olun. Mütləq hansı bir sualınız olsa rəylərdə fikrinizi bildirin. Bəyənin, dostlarınızla paylaşın. Növbəti çəkimlərdə görüşərik.